Bismillahirrahmanirrahim. Değerli dinleyiciler, Kur'an-ı Kerim'de Alaq suresinin evvelinde Allah Teala buyurur ki, oku Yaradanın adıyla. Ve bu surenin ahırında da buyurur ki, secde ile. Bu sureden alınan netice budur ki, okuma gerek Allah'a bəndəçiliklə tam olar. Bugün dünyada qiraat, okumaq var. Amma Allah'ın adıyla okumaq, Allah'ın adıyla başlamaq yoxdur. Və bu ilmin Allah'tan ayrıldığına görə bugün bəşər ilimlə xilas ola bilmir. Bugün bəşəriyyətin ilimlə xilas olunmamağının səbəbi odur ki, ilim var, amma Allah'ın adıyla başlamaq yox və Allah'a səcdə yox. İlim insana Yaradanına səcdə eləməyi öyrədir. Əgər bir ilim ki, Allah'a bu səcdə eləməkdən insanı uzaqlaşdırırsa, o ilimdir. Əslində o ilim insana ziyandan başqa bir şey gətirməz. Allah hamınızdan razı olsun.